Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü dərsimiz sizinlə dağ əmələ-gəlmələrindən bağlı olacaqdır. Biz bilirik ki, yer kürəsində 5 dağ əmələ-gəlmə baş vermişdir. Bunlardan ən qədimi Baykal dağ əmələ-gəlməsidir. Deməli, Baykal dağ əmələ-gəlməsi 2 eranı əhatə eləyir. Proterozoy erasını və Paleozoy erasını. Deməli, Baykal qırışıqlığı Proterozoy erası ilə yanaşı Paleozoy erasının Kembri və Ordovik dövrlərini əhatə edəcəkdir. Demək, gördüyümüz kimi Baykal qırışıqlığı 2 eonu, 2 eranı və həmçinin Paleozoy erasının Kembri və Ordovik dövrlərini və Proterozoy erasını əhatə edəcəkdir. Paleozoy erasının Silur və Devon dövrlərində baş vermiş qırışıqlığa biz Kaledon qırışıqlığı, Paleozoy erasının Daş kömür və Perm dövründə baş verən qırışıqlığa isə Hersin qırışıqlığı deyəcəyik. Həmçinin Mezozoy erasında baş vermiş qırışıqlığa biz Mezozoy və yaxud Kimmeri qırışıqlığı, Kaynazoy erasında baş verən qırışıqlığa isə biz Alp və yaxud da Kaynazoy qırışıqlığı deyəcəyik. Bəs gəlin görək, bu qırışıqlıqlar dövründə hansı dağlar, hansı ərazilər formalaşmışdır? Biz ilk öncə Baykal dağ əmələ-gəlməsinə diqqət etirsək, Baykal dağ əmələ-gəlməsində Baykal ətrafında olan dağlar Pribaykalye, Zabaykalye kimi dağlar əmələ gəlmişdir. Daha sonra biz Kaledon və Hetsin qırışıqlığında yaranmış dağlara, Skandinaviya yarımadasında yerləşən Skandinaviya dağlarını, daha sonra biz bura Tian-Şan, Altay və Sayan dağlarını, Altay, Sayan və Tian-Şan dağlarını, həmçinin deməli, biz Avstraliya ərazisində Böyük su ayrıcı dağlarını, Afrika ərazisində Əjdaha və Kap dağlarını, Şimali Amerikada Appalas dağlarını, daha sonra Avrasiyada digər bir dağ olan Ural dağlarını, Çin ərazisində yerləşən Xinqan dağlarını və Qazaxıstan xırda təpələyini aid edə bilərik. Baxın, bir daha qeyd edirəm. Deməli, Kaledon və Hersin qırışıqlığına aid olan biz dağlara Skandinaviya dağları, Ural dağları, Altay, Sayan və Tian-Şan dağları, deməli, həmçinin Avstraliyada Böyük su ayrıcı dağları, Afrikada Əjdaha və Kap dağları, Şimali Amerikada Appalas dağlarını nümunə göstərə bilərik. Bu dövrdə həmçinin cavan platformalar olan, deməli, Ön Qafqaz, Turan, Qərbi Sibir kimi platformalarda yaranmışdır. Növbəti dağ əmələ-gəlməyə fikir versək, bu dağ əmələ-gəlmə Kimmeri və yaxud da Mezozoy dağ əmələ-gəlməsidir. Bu dövrdə yaranmış dağlara Rusiya ərazisində yerləşən Verxoyansk, Çerski, Sxoti-Alin, daha sonra Kunlun dağları, Tibet yaylası, bununla yanaşı Kordilyer dağlarının şərq hissələri olan qayalı dağlar. Şərq hissələri olan qayalı dağlar da deməli Mezozoy qırışıqlığında yaranmışdır. Bir daha qeyd edək, Mezozoy qırışıqlığında Verxoyansk, Çerski, Sxoti-Alin, Kunlun, Tibet kimi ərazilər, həmçinin Şimali Amerikada Kordilyer dağlarının şərq hissəsi olan qayalı dağlar, deməli, belə deyək, yəni sahil dağları istisna olmaqla əksər ərazilər, Kordilyer dağlarının əksər əraziləri Mezozoy qırışıqlığında, Kimmeri qırışıqlığında yaranmışdır. Sonuncu dağ əmələ-gəlmə Kaynazoy erasında baş vermiş Alp qırışıqlığıdır. Bu ərazilər geostruktural aktiv ərazilərdir. Yəni, litosfer tavalarının toqquşma və ayrılma sərhədində yerləşən ərazilər, demək, cavan ərazilərdir və bunlar Alp qırışıqlığında əsasən yaranmış ərazilərdir. Biz bu dağları nümunə kimi demək, Piriney dağları, Apenin dağları, Balkan dağları, Alp dağları, Karpat dağları, Türkiyə ərazisində Pont və Tavır dağları, həmçinin Qafqaz dağları, demək, İran ərazisində Zagros dağları, İran və Türkmənistan sərhədində yerləşən Kopet dağ, Pamir dağları, demək, Çin ərazisində Qaraqorum dağları, bununla yanaşı Şimali Amerikada Kordilyer dağlarının qərb hissəsi olan sahil sıra dağları, Cənubi Amerikada Ant dağları,
Afrikada yerləşən Atlas dağları. Baxın, biz adını çəkdiyimiz əraziləri biz Kaynazo erasında, yəni ki, Alp qırışlığında yaranmasını qeyd edə bilərik. Bir daha qeyd edirəm, bu dağlara Piriney, Apenin, Balkan, Alp, Karpat, Pont və Tavır, Qafqaz dağları, Talış dağları, İran ərazisində Zagros dağları, Kopet dağ, Mərkəzi Asiyada demək Himalay, Hindikuş, Pamir, Qaraqorum kimi biz dağları nümunə göstərə bilərik ki, bu dağlar cavan dağlardır və Alp qırışlığında yaranan dağlar olacaqdır. Daha sonra biz sizinlə tektonik proseslər mövzusuna keçid edək. Biz bilirik ki, ən qədim dövrdən ta müasir indiki dövrümüzə qədər yer kürəsində daim tektonik proseslər baş verir və tektonik proseslər deməli yadda saxlayaq ki, iki cür ola bilər. Biri paleotektonik hərəkətlər, yəni paleotektonik belə deyək, hadisələr, proseslər. Həmçinin ikincisi neotektonik hadisələr. Neotektonik proseslər. Yadda saxlayaq ki, paleotektonik hadisələr əsasən qədimdə baş verən hadisələrdir. Yəni ki, Baykal, Hertsin, Kaledon, Mezozoy, yəni Kimmerik qırışlığında baş verən bir sözlə Kaynazoy erasının belə deyək, Neogen erasına qədər, daha doğrusu Kaynazoyun Neogen dövrünə qədər olan hadisələr paleotektonik hadisələrə aiddir. Yəni paleotektonik hadisələr öz aktivliyini itirmiş qədim ərazilərdə baş verən hadisələrdir. Məsələn, biz buna bayaq qeyd etdiyimiz Əjdaha dağları, Kap dağları, Böyük Suarez dağlar, həmçinin bütün platformalar, yəni öz aktivliyini itirmiş ərazilərdə paleotektonik hadisələr baş verir. Lakin əsasən Alp qırışlığında yaranan ərazilər, yəni bir sözlə geosinkronal ərazilərdə isə neotektonik hadisələr baş verir. Və bu neotektonik hadisələrdən, belə deyək, biz bunlara həm də kataklizmlər deyə bilərik ki, bu kataklizmlərdən biri də zəlzələdir. Zəlzələ. Deməli, zəlzələ yadda saxlayaq ki, tektonik proseslər nəticəsində yerin ani vəziyyətdə titrəməsinə biz zəlzələ deyirik. Zəlzələnin yarandığı ocağa biz deyəcəyik, deməli, zəlzələnin yarandığı ocağa biz deyəcəyik zəlzələ ocağı və yaxud da hiposentr. Zəlzələnin yer səthində yayıldığı ərazilər, hiss olunduğu, belə deyək, yayıldığı ərazilərə biz deyəcəyik epicentr və yaxud da zəlzələ mərkəzi. Yadda saxlayaq ki, hiposentr yer səthinə nə qədər yaxındırsa, bu zaman, belə deyək, episentrdə dağıcılıq daha çox olacaq, yəni zəlzələnin gücü həddən artıq çox hiss olunacaq, nə qədər yaxın olsa. Amma belə deyək, zəlzələnin yayılma arealı daha belə deyək, az olacaq. Yəni daha çox ərazini yox, daha az ərazini əhatə edəcək. Lakin zəlzələ ocağı nə qədər dərində yerləşərsə, bu zaman zəlzələnin gücü nisbətən az olacaq. Lakin zəlzələnin dağıcılığı, zəlzələnin dağıcılığı az olacaq, əgər zəlzələ ocağı dərində yerləşərsə, amma yayılma arealı daha çox olacaq, yəni daha geniş ərazilərdə zəlzələ hiss oluna biləcək. Təbii ki, zəlzələlərin daha çox hiss olunduğu ərazilər yenə də geosinkronal ərazilərdir. Məsələn, biz bu ərazilərə yenə də Kordilyer, Ant dağları, Alp-Himalay qurşağının sakit okean olduğu qövsünü, Orta okean dağ silsilələrin nümunə göstərə bilərik. Belə deyək, zəlzələlərin daha çox olduğu ölkələrə ABŞ, Kanada, Çili, Ekvador, Yaponiya, sakit okean olduğu qövsündə yerləşən Yaponiya, Filippin, həmçinin Azərbaycan, Türkiyə, yəni İran, geosinkronalda yerləşən ölkələri nümunə göstərə bilərik ki, bu kimi ölkələrdə zəlzələlərin baş vermə ehtimalı daha çoxdur. Lakin platforma zonasında yerləşən ərazilərdə isə zəlzələlərin baş vermə ehtimalı daha aşağıdır. Deməli, yadda saxlayaq ki, zəlzələnin gücünü ölçən cihaza biz deyəcəyik seismoqraf və zəlzələnin dağıcılıq gücünü belə deyək, daha doğrusu zəlzələnin gücünü Richter şkalasına əsasən biz müəyyən edəcəyik. Richter şkalasına 12 ballıq
şkala ilə qiymətləndirəcəyik. Zəlzələnin dağıcılıq gücünü, yəni tikililərə nə qədər zərər vurub, nə qədər dağıntı olub, nə qədər insan tələfatı olub, bunu isə Mercalli şkalası ilə müəyyən edəcəyik. Bir daha qeyd edirəm, zəlzələnin gücünü müəyyən etmək üçün biz seismoqraf adlı cihazdan istifadə edirik və seismoqraf vasitəsilə biz zəlzələnin yəni hansı gücdə olduğunu üzə çıxarda bilərik. Zəlzələ dalğalarının gücünü Richter şkalasına görə müəyyən edirik 12 ballıq sistemlə. Lakin zəlzələlər nə qədər dağıcılıq baş verib, nə qədər insan tələfatı olub, bunu müəyyən etmək üçün Mercalli şkalasından istifadə edilir. Deməli, tektonik hadisələrdən biri də, kataklizmlərdən biri də təbii ki, vulkan hadisəsidir. Vulkanın yarandığı mərkəzə, baxın, vulkanın əsas yarandığı mərkəzə biz vulkan ocağı deyirik. Və vulkan ocağında yaranmış, belə deyək, alovlu maddələr, ərimiş maddələr maqma adlanır. Və bildiyimiz kimi, bu alovlu maddələr yer səthinə, baxın, bir kanal vasitəsilə çıxır ki, görürsünüz, bu alovlu maddələr yer səthinə bir deməli, boğaz vasitəsilə yer səthinə çıxır ki, biz buna deyəcəyik vulkan boğazı. Deməli, vulkanların yer səthinə çıxan zaman əmələ gətirdiyi boşluqlar olur ki, biz buna deyəcəyik kraterlər. Və əgər kraterlər belə deyək, diametri daha böyük olarsa, bunlara biz həmçinin kalderada deyə bilərik. Yəni, daha geniş kraterlərə biz kalderada deyə bilərik. Və vulkanlar püskürən zaman yer səthinə yayılmış alovlu maddələrə biz deyəcəyik lava. Deməli, bir daha qeyd edirəm. Deməli, vulkanın yarandığı mərkəzə biz deyəcəyik vulkan ocağı və burada yaranmış maddə adlanacaq deməli maqma. Maqmanın yer səthinə çıxdığı kanala biz deyəcəyik vulkan boğazı. Baxın, bu ərazilərin vulkan boğazı. Vulkanların yer səthində əmələ gətirdiyi çökəkliklərə biz buna deyəcəyik kraterlər. Əgər bunların diametri daha böyük olarsa, biz buna kalderada deyə bilərik. Və vulkanların yer səthinə püskürən zaman ətrafa yayılmış alovlu maddələrə biz deyəcəyik lava. Və biz bu prosesi bütünlüklə maqmatizm və yaxud da vulkanizm hadisəsi adlandırırıq. Həmçinin yaranmış relyef vahidinə isə vulkan deyirik. Deməli, vulkanları biz fəaliyyətinə görə fəaliyyətdə olan və sönmüş vulkanlar kimi ayıra bilərik. Fəaliyyətdə olan vulkan dedikdə, yəni onun püskürməsi insanların hafizəsində qalan, yəni püskürmə ehtimalı daha çox olan vulkanlar fəaliyyətdə olan vulkanlardır. Lakin öz fəaliyyətini dayandırmış, püskürmə ehtimalı olmayan vulkanlar isə təbii ki, sönmüş vulkanlar adlanır. İndi gəlin biz sizinlə dünyanın əsas fəaliyyətdə olan vulkanlarına ilk öncə baxaq. Biz ilk öncə deməli Asiya ərazisindən başlasaq, gördüyümüz kimi Asiyada Kamçatka yarımadasında Rusiya ərazisində Kulyatsi sopkası yerləşir. Daha sonra biz Yapon adalarına baxsaq, Yaponiya ərazisində əsas fəaliyyətdə olan vulkanlara Fudziyama və Aso vulkanları nümunə göstərə bilərik. Biz Asiya ərazisinə diqqət yetirsək, Filippin adasında Pinatubo və Apo vulkanları nümunə göstərə bilərik. Həmçinin İndoneziyada Krakatau, Semeru, Kerinci kimi vulkanları biz nümunə göstərə bilərik. Deməli, bir daha qeyd edirəm. Rusiya ərazisində Kamçatka yarımadasında Kulyatsi sopkası, Yapon adalarında Fudziyama və Aso vulkanları, Filippində Pinatubo və Apo vulkanları, həmçinin İndoneziya ərazisində Krakatau, Semeru, Kerinci və s. kimi vulkanları biz Asiyanın əsas fəaliyyətdə olan vulkanlarına nümunə göstərə bilərik. Biz Avropada yerləşən vulkanlara baxsaq, bu vulkanlara İslandiya adasında yerləşən Hekla, Bandarbura, Eyjafjallajökull vulkanı, daha sonra İtaliya ərazisində deməli Apennin yarımadasında yerləşən Vezuvi, Siciliya adasında yerləşən Etna, həmçinin Stromboli vulkanları nümunə göstərə bilərik ki, deməli Vezuvi, Stromboli, Etna bunlar İtaliyanın
əsas vulkanlarına nümunə ola bilərlər. Deməli, Şimali Amerikanın əsas fəaliyyətdə olan vulkanlarına baxsaq, bu vulkanlara ABŞ-da Katmai vulkanları, Rainier, Shasta, bunlar hər biri ABŞ-da yerləşən fəaliyyətdə olan vulkanlardır. Həmçinin Meksika ərazisində Colima, Orizaba, Popocatépetl, deməli, həmçinin dedik ki, Meksika ərazisində Colima, Orizaba, Popocatépetl, həmçinin Qvatemala ərazisində Taxamulco və Nikaragua ərazisində isə Momotombo vulkanları, həmçinin Montompelli vulkanı da buranın əsas, Martinika adasında olan Montompelli vulkanı buranın əsas fəaliyyətdə olan vulkanlardır. Deməli, bir daha qeyd edirəm, Şimali Amerikada olan əsas vulkanlara Katmai, Rainier, Shasta, bu adını qeyd etdiyim vulkanlar yerləşir ABŞ-da. Deməli, Meksika ərazisində yerləşən Colima, Orizaba, Popocatépetl vulkanı, həmçinin Qvatemala ərazisində yerləşən Taxamulco, deməli, Nikaragua ərazisində yerləşən Momotombo və həmçinin Martinika adasında yerləşən Montompelli vulkanları, deməli, Şimali Amerikanın əsas fəaliyyətdə olan vulkanı. Cənubi Amerika ərazisində yerləşən əsas vulkanlara baxsaq, Kolumbiya ərazisində yerləşən Ruiz vulkanı, Ekvador ərazisində yerləşən Cotopaxi vulkanı, Çili ərazisində yerləşən San Pedro vulkanı, Çili və Argentina sərhədində yerləşən Llullaillaco vulkanı bu ərazilərin əsas fəaliyyətdə olan vulkanıdır. Deməli, bir daha qeyd edirəm, Cənubi Amerikada, deməli, Kolumbiya ərazisində yerləşən Ruiz vulkanı, Ekvador ərazisində yerləşən Cotopaxi vulkanı, Çili ərazisində yerləşən San Pedro vulkanı, Çili və Argentina sərhədində yerləşən Llullaillaco vulkanı və həmçinin nəzərinizə çatdırım ki, Llullaillaco vulkanı dünyanın ən böyük fəaliyyətdə olan vulkanı hesab edilir. Deməli, bununla yanaşı biz Afrikada, demək, Kamerun ölkəsində Kamerun vulkanı və Tanzaniyada isə Kilimanjaro vulkanı da Afrikanın əsas fəaliyyətdə olan vulkanlarına nümunə göstərə bilərik. Antarktida materikində Erebus vulkanı da əsas fəaliyyətdə olan vulkanlara aiddir. Həmçinin Havay adalarında yerləşən Mauna Kea və Mauna Loa vulkanları da dünyanın əsas ən böyük fəaliyyətdə olan vulkanlarına aid olacaqdır. Deməli, bu qeyd etdiyimiz vulkanlar həm materik tipli yer qabığında baş verə bilər, həm də okean tipli yer qabığında baş verə bilər. Deməli, materik tipli yer qabığında baş verən vulkanlara biz həm də stratovulkanlar deyəcəyik. Stratovulkanlar. Yadda saxlayaq ki, stratovulkanlar əsasən turş tərkibli olur. Və stratovulkanlar yer səthinə çox böyük təzyiqlə qalxır və bu zaman ona görə də bunların əsasən kalderası daha böyük olur. Həmçinin vulkan boğazında tıxaclar da əmələ gələ bilər və çox güclü partlayışlarla müşahidə olunur. Yamaclarında meyillilik daha çox olur və bu cür biz vulkanlara bayaq adını çəkdiyimiz Etna, Vezuvi, Fudziyama, Orizaba, Taxamulco, Llullaillaco, Kilimanjaro və s. kimi vulkanları nümunə göstərə bilərik. Okean tipli yer qabığında baş verən vulkanlara isə biz qalxanvari vulkanlar, qalxanvari və yaxud da Havay tipli vulkanları biz nümunə göstərə bilərik və bu cür vulkanlar əsasən əsasi tərkibli olur. Bax, materik tipli olan turş tərkibli olurdusa, okean tipli yer qabığında yaranan vulkanlar əsasən əsasi tərkibli olur və bu vulkanlar yer səthinə, yəni əsasən okean tipli yer qabığında püskürürlər və yer səthinə çıxan zaman əsasən sakit çıxırlar və geniş ərazilərə yayılırlar və bunlarda belə deyək, maqma sıyıq olduğu üçün əsasən yamaclar daha az meyilli olur. Biz bu vulkanlara İslandiya adasında yerləşən Bandarbura, Eyjafjallajökull vulkanı, Hekla vulkanı, həmçinin Havay adalarında yerləşən Mauna Loa, Mauna Kea kimi vulkanları nümunə göstərə bilərik.
Bir də biz fəaliyyətdə olan vulkanlara həmçinin Yeni Zelandiya adasında yerləşən Ruapehu vulkanını da nümunə göstərə bilərik. Deməli, dedik ki, bəzi vulkanlar var ki, yəni artıq onların püsürməsi haqqında heç bir tarixi, belə deyim, mənbələrdə məlumat yoxdur. Yəni artıq onlar öz fəaliyyətlərini dayandırıblar. Biz bu cür vulkanlara, deməli, sönmüş vulkanlar deyirik. Məsələn, bu vulkanlara biz McKinley və yaxud da Denali sönmüş vulkanını, Cənubi Amerikada Chimborazo, Ojos del Salado vulkanlarını, Afrika ərazisində Kenya vulkanını, Rusiya ərazisində Elbrus və Kazbek vulkanlarını, İran ərazisində Dəmavənd, Səhənd və Savalan vulkanlarını, Azərbaycan ərazisində Axar-Baxar, əsasən Qarabağ vulkanik yaylasında Dəli Dağ, Böyük İşıqlı, Kiçik İşıqlı, Ay Çınqılı, Pəri Çınqılı kimi biz vulkanları nümunə göstərə bilərik. Həmçinin Türkiyə ərazisində olan Ağrı dağda deməli sönmüş vulkanlara nümunə ola bilər. Deməli, bu sönmüş vulkanlar artıq fəaliyyətlərini dayandırıblar və bu vulkanların püsürməsi haqqında hər hansı bir deməli tarixi mənbələrdə məlumatlar yoxdur. Yer səthinə püskürən digər bir vulkanlar psevdovulkanlar, yəni ki, yalançı vulkanlar adlanır. Biz həmçinin bu vulkanlara palçıq vulkanları deyirik. Deməli, palçıq vulkanları gördüyümüz kimi, baxın, yer səthinə palçıq, yəni tərkibində çoxlu su olan palçıq püskürürlər və bu cür palçıq vulkanlarının, yəni yer səthinə çıxan biz bu palçığa salzalar deyirik və bunların qalıb bərkiməsinə, kəsəklər əmələ gətirməsinə isə biz təbii ki, brekslər deyirik. Yadda saxlayaq ki, palçıq vulkanları daha çox neft-qaz olan ərazilərdə 4-6 kilometr dərinliklərdə əsasən püskürürlər. Daha doğrusu yaranırlar və yer səthinə doğru püskürürlər. Palçıq vulkanları yenə də qeyd edirəm, yadda saxlayaq ki, neft-qaz ehtiyatları çox olan ərazilərdə daha çox rast gəlinir. Ona görə palçıq vulkanlarına daha çox Azərbaycanda, Çində, Türkmənistanda, Rusiyada, İranda, Ərəb ölkələrində, Venezuela və s. kimi ərazilərdə biz daha çox rast gələ bilərik və palçıq vulkanlarına görə əsas seçilən ölkə təbii ki, Azərbaycandır və Azərbaycanda olan ən əsas palçıq vulkanlarına Torağay, Böyük Kəncə, Güzdək, Axtarma Paşalı bu kimi vulkanları nümunə göstərə bilərik. Deməli, yer səthinə böyük təzyiq altında, tektonik çatlardan yer səthinə böyük təzyiq altında çıxan deməli biz sulara, tektonik çatlar vasitəsilə böyük təzyiq altında çıxan sulara biz qeyzerlər deyəcəyik. Baxın, qeyzerlərin yer səthində əmələ gətirdiyi çökəkliklər isə qeyzeritlər adlanır. Daha çox üzr istəyirəm, bunlara biz qrifon deyirik və püskürmələr zamanı qeyzerin ətrafında yığılan suxur qatına isə biz qeyzeritlər deyəcəyik. Deməli, bir daha qeyd edirəm, tektonik çatlar vasitəsilə yer səthinə təzyiq altında çıxan isti sulara biz qeyzerlər deyəcəyik. Qeyzerlərin yer səthində əmələ gətirdiyi çökəkliklərə biz deyəcəyik qrifon və qeyzerlərin ətrafında əmələ gələn suxur qatına isə biz deyəcəyik qeyzeritlər. Deməli, qeyzerlər ən çox yayıldığı biz ərazilərə nümunə göstərə bilərik. Yeni Zelandiya, nümunə göstərə bilərik Kamçatka yarımadası, nümunə göstərə bilərik Apenin yarımadası, yəni İtaliya. Həmçinin nümunə göstərə bilərik Şimali Amerika. Bu ərazilərdə təbii ki, qeyzerlər daha çox püskürürlər.